dəsti müştəriyə göndərdim. Mənə etiraz elədi ki, bu dəsti bir də almaram, elə gedib gilan titrərəm. Əlbəttə, müştəri seçimi özünə aiddir. Pul verən odur. Hardan istəyir, oradan da ala bilər. Amma gəlin mən sizə gilanla 5D mənim satdığım Dilək Home'ların fərqini sizə göstərim. Bu gilanın yastığıdır xanımlar. Baxın. Və bu Dilək Home'un 5D yataq seti. Yəqin ki, ikisinin arasında fərqi görürsünüz. Yastığın qıraqlarını. Qızlar, bu dəsti mən artıq 3 ayda işlədirəm. Bir buna baxın. Bax, yastığın qıraqları kantdır. Və rənglinin canlılığına. Bu qızlar 5D yataq setidir. Yəqin ki, xanım bu dəstinin arasındakı fərqi görə bilmədi. Ona görə onun seçimində da gilan olacaq. Siz olsanız gilan alarsınız, bunu alarsınız, yoxsa bunu alarsınız. Şərh bölməsində rəylərinizi gözləyirəm. Buyurun yazın. Sizcə bu, yoxsa gilan? Maraqlıdır, yazın.